Tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının, eləcə də Ağdam, Ağdərə, Kəlbəcər və digər azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması üçün layihə smeta sənədləri hazırlanıb. Bu su anbarlarının tikintisinə başlanacaq. Milli Məclisin Aqrar Siyasət Komitəsində aqrar sektorda sahibkarlığa dəstək, nəticələr və perspektivlər mövzusunda keçilən ictimai dinləmədə bu barədə məlumat verilib. Kənd təsərrüfatı ilə bağlı digər məqamlara da diqqət çəkilib. Türyançay su anbarının layihə smeta sənədləri hazırlanıb. Su komissiyası tərəfindən bu məsələlər aydınlaşdırılır. Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov bu barədə məlumat verdi. Qeyd etdi ki, qərar qəbul olunduğu halda Türyançay su anbarının tikintisi həyata keçiriləcək. Onun sözlərinə görə əkin sahələrinin suvarılmasında problem olmayacaq. Hazırda anbarlarda 18 milyard 760 milyon kubmetr su ehtiyatı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 576 milyon kubmetr çoxdur. Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova isə vurğuladı ki, azad edilmiş ərazilərdə müasir suvarma sistemi tətbiq olunur. 4,7 min hektar çoxillik kəşmələr altında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrı-ayrı subyektlərə icarəyə verilmişdir. Aqrar sahədə fəaliyyət göstərən subyektlərə 2021-ci ildən etibarən Zəngilan rayonunda 2220 hektar, Qubadlı rayonunda 2000 hektar əkin sahəsi üzrə uzun müddətli icarəyə verilmişdir. Nazir müavini həmçinin qeyd etdi ki, intensiv və dayanıqlı kənd təsərrüfatı yanaşmasının tətbiqi üçün optimal balansın təmin edilməsi baxımından pestisid və kimyəvi maddələrdən istifadəyə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi təmin edilməlidir. Ərzaq təhlükəsizliyi də daim diqqətdə saxlanılmalıdır. Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov isə aqrar sığortanın tətbiqindəki çətinliklərdən danışdı. Ucqar ərazilərdə olan fermerlərə bu hələ də yeni təcrübələrin mənimsəməsində bir problemlər yaranır. Onlar bunun faydasına inanmırlar və bu bizim qarşımıza ciddi çağırışdır. Başa düşürük ki, ciddi təbliğat, təşviqat işləri görülməlidir. Əlbəttə ki, sistem ideal deyil. Lakin qarşımızda bu problemləri qısa bir zamanda həll etməyə bir inanımız var. O da bildirildi ki, Azərbaycanda son 5 ildə 30 min hektardan artıq meyvə bağı salınıb. Bu baxımdan suvarma sistemlərinin yaxşılaşdırılması aqrar sektorda prioritet məqamlardan biridir. Hazırda Azərbaycanda məşğul əhalinin təxminən 40%-i kənd təsərrüfatının aqrar sektorun payına düşür. Ağcələskərli Farid Cəlloğlu, ATV Xəbər.